Hörmətli soydaşlar, dəyərli xanımlar və bəylər, hər birinizi Güney Azərbaycan Milli Dövlətçilik Şurasının bugünkü onlayn konferansında könüldən salamlayır, xoş gəldiniz deyirəm. Bugünkü görüşümüzün amacı Milli Dövlətçilik Şurasının əsas prinsiplərini millətimizlə paylaşmaq, bu prinsiplərin mahiyyətini toplumumuza çatdırmaq və gələcək çalışma istiqamətimiz konusunda geniş bilgi verməkdir. Bu prinsiplər uzun danışıqlar, ortaq düşüncə və milli sorumluluq hissi ilə hazırlanmış, milli iradəni və demokratik dövlətçilik anlayışını özündə əks etdirən bir sənəddir. Söhbətlərimizin bu bölümündə indi isə açılış danışması üçün Sayın Pınar xanımı Güney Azərbaycan Milli Dövlətçilik Şurasının başkanı olaraq mən çağırıram ki, söhbəti buradan başlayıb devam etdirsinlər. Buyurun Pınar xanım. Çox sağ olun dəyərli Cavad bəy, söz haqqı verdiyiniz üçün. Mən də öz növbəmdə Azərbaycanımızın güneyindən quzeyinə bütün hər kəsi salamlayıram və sayğılarımı bildirirəm. Yaxlaşıq bir il davam edən geniş müzakirələr, siyasi məsləhətləşmələr və qarşılıqlı fikir alış-verişi nəticəsində fəaliyyətimizin hüquqi, siyasi əsasını təşkil edən 8 prinsip üzərində ortaq razılıq əldə edildi. Bu ortaq iradənin nəticəsi olaraq 2023 ilində xaricdə yaşayan Güney Azərbaycan milli fəallarının qatılımı ilə qurultay keçirdik. Elə o qurultayın qərarı ilə də Güney Azərbaycan Milli Dövlətçilik Şurasının fəaliyyətini koordinə etmək məqsədi ilə əsasən Güney Azərbaycanda fəaliyyət göstərmiş, ancaq indi vətəndən sürgündə yaşayan siyasi və milli fəallardan ibarət 15 nəfərlik Mərkəzi Şura formalaşdırıldı. Mərkəzi Şura təsis olunduqdan sonra düzənli olaraq yaxlaşıq 3 il boyunca ayda 2 kəz iclaslar keçirdik. Şuranın tüzüyünü, strateji fəaliyyət planını və yol xəritəsini oluşturduq. Bununla yanaşı Şuranın səmərəli və sistemli fəaliyyətini təmin etmək məqsədi ilə çeşidli istiqamətlər üzrə çalışma komitələri və ixtisaslaşmış komisyonlar təsis etdik. Bu müddət ərzində bir çox rəsmi qurumlar ilə görüşlər keçirdik, ictimai siyasi bəyanatlar yaydıq və milli mübarizəmizin uluslararası arenada daha sistemli şəkildə təqdim olunması yönündə önəmli addımlar atdıq. Təbii ki, hər bir demokratik siyasi şurada olduğu kimi zaman-zaman fərqli baxışlara və müxtəlif əsaslandırmalara söykələnərək Mərkəzi Şuranın tərkibindən ayrılan şəxslər və təşkilatlar da oldular. Ancaq bununla yanaşı sıralarımıza yeni təşkilatlar və fərdi siyasi fəallar da qoşuldular. Şuramızın təmsilcilik imkanları daha da genişlədi. Hazırda gələcək üçün bir sıra strateji layihələr, təşəbbüslər və siyasi fəaliyyət proqramları planlanıbdır. Yaxın gələcəkdə bu projələrin sıralı bir şəkildə toplumumuza sunulması nəzərdə tutulub. Mən bu fürsətdən istifadə edərək bir daha da vurğulamaq istəyirəm ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası siyasi baxışından və qurumsal mənsubiyyətindən asılı olmayaraq birliyimizin əsasını təşkil edən, 8 prinsipi qəbul edən bütün fərdlərə və təşkilatlara əməkdaşlıq qapılarının açıq olduğunu elan edir və biz inanırıq ki, milli hədəflərimizə yalnız ortaq sorumluluq, birlik və hüququn üstünlüyünə söykənən siyasi əməkdaşlıq yolu ilə çata bilərik. Bu gün isə
Mərkəzi Şuramızın üzvləri, Şuramızın fəaliyyət fəlsəfəsini təşkil edən, az öncə vurğuladığım 8 prinsipin hər biri haqqında ayrıca detallı bilgi verəcəklər. Mən sözü uzatmadan Mərkəzi Şuranın hörmətli üzvlərini fəaliyyət prinsiplərimizi toplumumuza açıqlamaları üçün dəvət edirəm və indidən sizə təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Çox sağ olun, hörmətli Pınar xanım. Təşəkkür edirik açılış danışmanız üçün. İndi isə proqramımızın bu bölümündə, yəni əsas bölümünə keçirik. Mən birinci maddəni, birinci prinsipi açıqlamaq üçün Sayın Əhməd bəy Ubalıdan rica edəcəyim. Əhməd bəy, buyurun birinci maddəni, birinci prinsipi açıqlayın. Buyurun, söhbətdə sizdən eşidirik. Çox təşəkkür edirəm Cavad bəy. Mən sizi, həmkarlarımızı və şura üzvlərini, eyni zamanda millətimizi salamlayıram. Bizim şuranın fəxrindən deyə bilərəm ki, qısa da olsa parlaq bir keçmişi vardır. Qısa bir müddətdə çox uzun yollar gəldik. Onların bir qismətini Pinar xanım açıqladı və ya işıqlıq verdi ona. Eyni zamanda şuramızın indiki 10 üzvdən ibarət olan bir neçəsi yenidir. 10 üzvdən ibarət olan demək mərkəzi fəaliyyətini daha da genişləndirmək istəyir və bunun üçün də şuramıza yeni üzvlər gəlir. O cümlədən indi danışacaq olan yeni təşkilatların da üzvlərində adlarını biləcəksiniz. Uzun müddət tartışmadan və çox məsləhətlərdən sonra 8 prinsipdən ibarət, yəni çərçivəmizi təyin edən bənddən ibarət bugün o maddələri bir söhbət edirik. Birincisini mən elə olduğu kimi oxumaq istəyirəm. Güney Azərbaycan Milli Dövlətçilik Şurası, Güney Azərbaycan Milli Hərəkatının milli siyasi idea və zəngin dövlətçilik təcrübəsinə, ümummilli türk məfkurəsinin başlayın təməl prinsiplərinə söykənir və azadlıq, ədalət, milli hökumət devizi ilə milli dövlətçiliyimizin qurulması yönündə fəaliyyət göstərir. Birinci prinsipimizdir. Nədir bu prinsipin kökü? Kökü bundan ibarət ki, bizim həm vətənimiz, həm də əsas istəyimiz, hüviyyət kökümüz, kimliyimiz burada təyin olunur. Biz türkük, milli dövlətçiliyimizi qurmaq istəyirik və milli dövlətçilik Azərbaycançılıq üzərində köklənibdir. Yəni dövlətimizi Azərbaycan torpağının üstündə qurmaq istəyirik. Azərbaycançılıq ona görə burada yazılıbdır ki, türk deyəndə ümumi bütün dünyanın türklərini nəzərə alınır. Bütün türklər Çinin şimalından Avropanın ortasına qədər gedir. Amma bu böyük türk xalqının fərqli dövlətləri var, coğrafiyaları vardır. O cümlədən indi hələ bir neçə Orta Asiyada Azərbaycan və Türkiyə Cumhuriyyəti daxil olmaqla onların sırasına Şimali Qibris Türk Cumhuriyyətində gətirsək, bu dövlətlər Türk xalqının bir neçə dövləti sayılır. Biz də bu dövlətlərin birinə qoşulmaq üçün öz dövlətimizi qurmalıyıq və bizim də dövlətimiz Cənubi Azərbaycan dövlətidir. Torpağımız Cənubi Azərbaycan torpağıdır. Gələcəkdə şimal-cənub inşallah birləşəcək, hamımızın arzumuzdur, amma bu mərhələ getməlidir. Mərhələ ona görə ki, əvvəl cənub azadlığını almalıdır, sonra şimalla uzlaşmalı, Şimal Azərbaycanla yaxınlaşmalı və nəhayət iki xalqın uzun müddət arzu etdiyi bütöv Azərbaycanın yaranması, hamımızın arzu etdiyimiz. Budur bizim əsas istəklərimiz. Amma hələlik birinci mərhələdə Cənubi Azərbaycanın milli dövlətçiliyin yaranmasıdır. Bunun üçün də
Milli Şuranın veya Güney Azərbaycan Milli e, Azadlıq Hərəkatının deməli Dövlətçilik Şurası çox ciddi fikirləşdikdən sonra bu prinsipi birinci prinsip olarak yazıbdır. Bunun için de biz hem bir taraftan sevinirik ki təşkilat deməyək, qurumumuz veya şuramız üst-üstə yaxşı prinsiplər üstündə qurulubdur. Birinci prinsipdən göründüğü kimi veya gördüğünüz kimi eyni zamanda bizim üzv olduğumuz şuramız hem de millidir, demokratiktir. Əli, ucağı, pəncərəsi bütün bu 8 maddəni qəbul eləyən insanlara, təşkilatlara azaddır. Dəvət eləyirik ki, hər kəs qoşulsun. Tarixin bu həssas döneminde bu şuranın böyüməsi, fəaliyyətini gücləndirməsi və eyni zamanda bu şuraya qoşulmaq çox vacib bir məsələdir. Arzumuz budur ki, şuranın fəaliyyəti getdikcə güclənsin və əlbəttə ki, millətimizin və milli insanlarımızın köməyi ilə. Təşəkkür edirəm. Təşəkkür edirəm Əhməd bəydən. İndi isə sıralama ikinci prinsipdədir. Sayın Oğuz bəydən mən rica edəcəyəm ki, bizi ikinci prinsip üçün bilgiləndirsin, o bilgiləri paylaşsın bizimlə. Buyurun Oğuz bəy, sizdən eşidirik. Sayın Pinar xanıma təşəkkür edirəm bu fürsəti bizə sağladıkları üçün və Sayın Əhməd bəy də birinci ilkəni anlattılar. Ancaq ikinci ilkəmiz və prinsipimiz Güney Azərbaycanın siyasi və coğrafiyayı önəminin üzərindədir. Güney Azərbaycan və genəldə Azərbaycan tarix boyu bir siyasi coğrafiyayı bir kavramdır. Yani geopolitik bir kavramdır indiki dilimizde. Ve en kadimi siyasi coğrafiyayı kavramlardan biridir. Yani İran'dan daha önce İran sözlüğünden ve dünyanın hemen hemen yüzler, 200 tane dünyada memleket var. Yani hemen hemen hamısından en kadim siyasi coğrafiyayı bir ad ve kavramdır o coğrafyanın üzerine. Yani fəqət bir coğrafiya adı deyil. Yani siz tarixdə baxsanız, 2000 il öncəyə də baxsanız orada Azərbaycan adı var. İslamdan da önce, İslamdan da sonra tabii ki adı da ərəbləşsə də, ancaq orada bir siyasi coğrafiyayı bir kavram var ve orada değişik milletler yaşanmış tarixin değişik zamanlarında ve ancaq Türk milleti, Türk varlığı orada en uzun süre ve en yaygın her zaman tarix boyu orada olmuş. Mərziləri, sınırları bunun azalmış, küçülmüş, böyümüş. Hiç önemli değil bu. Çünkü büyük imparatorlukların arasında olmuş. Zaman zaman da öz imparatorluklarını kurmuş. Bu Güney Azerbaycan siyasi coğrafi kavramın içinde olan milletler Türk milletleri. İlla da ki Türk milleti Güney Azerbaycan siyasi coğrafiyayı kavramın lafı motorudur ve indi də ki Güney Azerbaycan Milli Hərəkatın əsli və güclü motoru həmən türkçülükdür. Ancaq bu siyasi kavram ki, tekrar edirəm, Azərbaycançılıq prensipləri üzərinə olmayanda, onda daha çox bir etnik və fəqət bir millət üzərinə odaklanan bir düşünce olur. Ona göre Güney Azerbaycan Milli Devletçilik Şurası MDŞ bu ikinci bənddə açıkça deyir ki, Azərbaycançılıq prensibine dayanır. MDŞ Azərbaycançılıq prensibine dayanır ve Azərbaycanı vətən sayır ve ərazi bütünlüğünü toxunulmaz hesab edir. Ne demek? Yani bunun toprağını dedi burada, milleti oranı vətən bilir ve əlbəttə ki onun özünün toprak bütünlüğü var. Necə ki hər məmləkətin torpaq bütünlüyü var. Azərbaycan torpağı ve onun mərziləri ve onun hüdudları tarix boyu ərz elədim ki, küçülmüş, böyümüş, ancaq onun bütünlüyü ve torpaq bütünlüyü mərkəzi devletlərin indi Təbriz başkəntliyində olsun veya başka şəhərlərin Ərdəbil başkəntliyində olsun fərq eləməz, qorunubdur. Və
bizim bu MDŞ'nin Milli Dövlətçilik Şurasının prinsipi onun e, gene de toprak bütünlüğünü bərpa etmek, onun severenliğini, bütünlüğünü, bağımsızlığını bərpa etmek ve onu elbette ki bir memleket kimi, necə ki Qacar İmparatorluğunda memleketi Azerbaycan'dır, Azerbaycan memleketidir. Ve bu her zaman da böyle olmuştur. Ve bu esasa bildirik ki Azerbaycan ve illa da ki Güney Azerbaycan hiç zaman İran deyilen bir siyasi coğrafyayı mehdudenin bir parçası olmamıştır. İran idare etmiştir. Çok başka yerleri, coğrafyaları idare etmiştir. Ancak onun bir parçası olmamıştır. Bu aydı yani ki işgalçı İran devleti milletin içinde yaygın etmiş ki Azerbaycan her zaman İran bir parçası olmuş. Tam tersinedir. Çünkü kul cüz'ün cüz'ü olmaz. Cüz her zaman kullun cüz'üdür. Güney Azerbaycan hiç zaman İran deyilen bölgenin veya memleketin siyasi ve coğrafya parçası olmamış. Belki onu hatta idare de etmiştir. İkinci bölümünde prensiplerde, ilkelerde deyir ki MDŞ uğrunda savaştığı hedef ve idealları Güney Azerbaycan'ın Erdebil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Həmədan və Qəzvin ustaları ilə yanaşı müxtəlif dövrlərdə inzibati coğrafyayı değişiklikler neticesinde başka ustanlara bölündürülmüş tarihi milli Azerbaycan ərazisində gerçekleştirmek istiyor. Yani öz idealarını, öz gücünü orada şey etmek istiyor, kontrol etmek istiyor öz hakimiyetini. Ne demek? Yani işgal eden güç, yani İran Fars terörcü rejim, işgalçı rejim, necə ki her zaman milleti, oradaki milletleri tecziyeden qorxudur. Yani tecziyenin büyük bir kötülük kimi gösterir. Aslında aynı zamanda Güney Azerbaycan'ı tecziye etmiş. Ve bu ne fakat İslamcı terör zamanında, belki geçen yüzyılda işgaldan sonra biz bunu görürük ki Azerbaycan, o memleketi Azerbaycan ki var idi ve Azerbaycan toprak bütünlüğü ki var idi. O parça parça bu ustanlar, biz bu ustanları, MDŞ ustanları kabul etmir. MDŞ Büyük Azerbaycan'ı kabul edir ve Büyük Güney Azerbaycan'da elbette ki o Azerbaycan, Güney Azerbaycan devletçiliğinin içinde o değişik bölümler, değişik valilikler, değişik ustanlar ve rayonlar, bölgeler olabilir. O Güney Azerbaycan devleti kurulandan sonradır. Biz de elbette ki İran devletçiliğinin ustan bölmelerini, birazını Kürtlere, birazını sözde o Cilanlılara ve başka yerlere ve sonra da Farslaştırıp da Azerbaycansızlaştırmasına elbette ki karşıyıq. Ona göre bu ikinci band oradadır ve biz Güney Azerbaycan'ın tecziyesine ve işgalına, İran Fars işgal rejiminin tarafına tabii ki karşıyıq. Ona göre ikinci band çok önemlidir. Bütün siyasi mefkuremiz, bütün siyasi idealımız Azerbaycançılıq vətən anlamı üzerinedir. Ve elbette ki Türkçülük onun milli etnik bir motoru kimi. Ancak Güney Azerbaycan'da her zaman her milletten yaşamış ve bütün öbürü milletlerin, Güney Azerbaycan arazisinde yaşayan öbürü milletlerin modern memleketler kimin bütün hakları orada savunulacaqdır ve devletin ve himayesi altında olunacaqdır. Bu ikinci band bunu bir türlü demeye çalışır. Çok teşekkür ederim vaxtınızda. Teşekkür ederim güzel açıklamalarınız için Oğuz Bey. Sıralama 3. prensipimizə gəlir və mən Sayın Sadıq bəy İsabəylidən rica edəcəyim ki, 3. prensipi burada açıklamasını gətirsinlər. Buyurun Sadıq bəy. Çok hoş gördük bütün değerli iştirakçıları. Sayın Cavad Bey, size de teşekkür ederim. Milletimizi salamlayıram. Həmçinin MDŞ'nin başkanı Dinar Hanım'a teşekkür ederim ayrıca ki imkan yarattı ki belə bir toplantı geçirək və siz değerli milletimizle MDŞ'nin prinsipleri hakkında danışaq. Tabii ki məndən önce danışan değerli dostlarımız çok önemli meselelere toxundular bu prinsiplerle bağlı. MDŞ'nin 1. ve 2. prinsipi tabii ki oldukça önemlidir ve aynı halde da 3. prinsip MDŞ o yanaşmasında meselelerin hansı istiqamətdə milli hərəkatımızla bağlı olmalıdır meselesini
değerlendirir o prinsipte. Ben prinsipi önce biz değerli milletimizle paylaşmak istedim. Orada qeyd olunur ki, Meydeşi Güney Azərbaycan Milli Hərəkatının müstəqil qərar vermə zərurətinə inanır, milli dayanışmanın gerçekleştirilmesi ve vahid milli gücün formalaştırılması yönünde iş yapar. Burada fikir verseniz bu prinsipte 3 esas anlayış öz əksini tapır. Müstəqil qərar vermə zərurəti, yəni bir milletin özü öz taleyine qərar verməsi çok önemlidir. Çok təəssüf ki bu 100 ildə çalışıblar ki Azərbaycan Türkləri Güney Azərbaycanda öz taleyi ilə bağlı qərar verə bilməsin. Əgər də qərar veribsə, onunla bağlı fəaliyyətdə olubsa, mübarizə aparıbsa, onu müxtəlif formada, necə deyərlər, məğlub etmək üçün əllərindən gələni eləyiblər və biz ən azı bu 100 illik tariximizdə bir çox acı hadisələrin, tarixi o geçmişimizdə baş verən hadisələrin şahidi olmuşuq, çox təəssüf ki. Amma təbii ki, onlar bizim için ciddi təcrübə olubdur. Bu mənada aleyhimizi, məqsədlərimizi və onun fəaliyyət istiqamətlərini artıq biz öz qərarlarımızla müəyyənləşdirməliyik. Bu çok önemlidir ki biz onu prinsiplerimizin içinde bu anlayışı kütləviləşdirək və eyni halda da o sistemli təşkilatlanma platformunda bu qərar vermə sistemini biz otuzdura bilək və milli iradənin orada təmsil olunmasını o siyasi təmsilçilikdə yerləşdirə bilək. Yəni bunlar çox önəmlidir. Yəni əgər milli siyasi iradəmizin təmsilçiliyi millətin öz əlində olsa və ona legitimlik, ona məşruiyyət millət tərəfindən verilsə, bu o müstəqil qərar vermə, o deyək ki, hədəflərimizin bizi hara götürəcəyi müəyyənləşəcək. Və bu mənada, bu prinsipdə, bu anlayış çox önəmlidir. İkinci əsas anlayış ki bu prinsipdə yer alıbdır, milli dayanışmanın gerçekleştirilmesidir. Bu milli hərəkatın uğurlu olması üçün bizə milli dayanışmanın gerçekleştirilmesi zərurəti yaranır. Burada biz bir millətik, milletin müxtəlif düşünceli insanları var, düşünceli təşkilatları var, düşünceli yanaşmaları var ve bütün bunların o fərqliliklərini rəsmiyyətə tanımamız lazımdır. Bunlarla birlikte o milli dayanışmanın gerçekleştirilmesi için yolların aktarılması lazımdır. Bu mənada Sayın Əhməd bəy də söhbətlərində dedi ki biz Meydeşi olarak her zaman kapılarımızı bütün təşkilatlara, bütün insanlarımıza açık tuturuq, dəvət edirik. Gəlsinlər bizim bu Meydeşinin prinsipleriyle tanış olsunlar ve bize koşulsunlar, bizden əməkdaşlıq eləsinlər. Çünkü burada məqsəd o milli dayanışmanı gerçekleştirmektir. Ve biz bilirik ki, eğer Fars mərkəzli, Tehran mərkəzli siyasi hakimiyyət çalışıb bizi parçalasın, ərazi bütövlüyümüzü parçalasın, vətənimizi parçalasın, ondan önce bizi her tərəfli parçalayır, bizim insanlarımızı birbirine karşı koyuyor. Bu mənada milli dayanışmanın gerçekleştirilmesi anlayışı bu prinsipte çok önemlidir. Diğer tərəfdən vahid milli gücün formalaştırılması meselesidir. Vahid milli gücün formalaştırılması çok vacibdir. Biz milli məqsədlərimizə, demokratik məqsədlərimizə çatmaq üçün bu vahid milli gücün formalaştırılmasına nail olmalıyıq. Burada bütün potansiyellerin bir araya gelmesi çok önemlidir. Gençlerin özellikle, ziyalıların özellikle ve ümumilikte bütün toplumun potansiyeli, təşkilatlarımızın potansiyelinin bir araya gelmesi çok önemlidir. Çünkü vahid milli gücün formalaştırılması için sistemli faaliyet lazımdır.
güclü fəaliyyət lazımdır. İmkanlar əsasında fəaliyyət lazımdır. Biz həm vətənimizin azad olunması, həm millətimizin özgür olması, həm millətimizin gələcəyinin daha rifahda olması, daha xoşbəxt olması üçün çalışırıqsa, o zaman bir güc olmalıyıq və bu güc vahid bir gücə çevrilməlidir. O milli siyasi iradəsi bir gücün o ətrafında formalaşmalıdır və o sistemli özünü təmsil eləməlidir. Bu anlamda mən hesab edirəm ki, MDŞ-nin üçüncü prinsipi çox önəmlidir ki, millətimizin diqqətində olsun, gənclərimizin diqqətində olsun və bunların hamısının o birlikdə, yəni bu anlayışların hamısının birlikdə fərqində olanda biz təşkilatlanmanın zərurətini, milli azadlıq hərəkatımızın təşkilatlanması, sistemli fəaliyyətinin zərurətlərini bir daha dərk etməyə başlayırıq və bilirik ki, dərk edirik ki, biz ancaq bu şəkildə bizə qarşı, bizim millətimizə qarşı, bizim vətənimizə qarşı olan düşmənlərə qarşı biz öz gücümüzü nümayiş etdirə bilərik və imkan yaratmarıq ki, gücümüz bir araya gələrsə, imkan yaratmarıq ki, başqaları bizim taleyimizə qərar versin və o mənada hesab edirəm ki, bu anlayışlar birlikdə çox önəmlidir ki, bir prinsip çərçivəsində özünü göstərsin və mən düşünürəm ki, millətimiz də bunları düşünəcək və ümumilikdə milli azadlıq hərəkatımızın hədəfləri doğrultusunda bu prosesləri, bu prinsipləri, bu anlayışları nəzərə alacaq. Təşəkkür edirəm. Çox sağ olun, dəyərli Sadıq bəy. Çox gözəl açıqlamalarınız üçün sizə də təşəkkürümü bildirirəm. İndi isə sıra 4-cü prinsipin açıqlamasındadır. Mən təkrardan hörmətli Pınar xanımdan rica edəcəyim ki, 4-cü prinsipi bizə açıqlasınlar. Buyurun Pınar xanım. Çox sağ olun dəyərli Cavad bəy. Mən ilk öncə 4-cü maddəni olduğu kimi oxumaq istəyirəm. MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmiyyətə tanıyır. Qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir. Burada belə açıqlamaq olar ki, Milli Dövlətçilik Şurası qadın və erkək haqq eşitliyini yalnızca sosial bir ilki olaraq deyil, gələcəkdə qurulacaq milli dövlətimizin anayasal və hüquqi təməl ilkələrindən biri olaraq qəbul etməkdədir. Qadınların təməl haqq və özgürlüklərinin dini, ideolojik, siyasi və ya kültürel hər hansı bir gerekçə ilə sınırlandırılması qəbul edilməz və təməl insan haqlarının pozulması anlamına gəlir. Bilindiyi üzrə İran adlanan coğrafiyada qadınlar uzun illərdir sistematik və qurumsal ayrı-seçkiliyə məruz buraxılmaqdadırlar. İndiki hüquq sistemi, İslam hüquq sistemi qadınları kişilərlə eşit, bərabər haqlara sahib olaraq deyil, haqları sınırlandırılmış varlıqlar olaraq görməkdədir. Bunun sonucu olaraq qadınların eğitim, çalışma həyatı, siyasal qatılım, qərar alma mekanizmalarında yer alma, ailə hüququ, vilayət və miras kimi digər haqları ciddi şəkildə qısıtlanmışdır. Qadınların geyim tərcihi, özəl yaşamı və hətta bədənləri üzərində İran rejimi dövlət denetimini qurmuşdur. Və bu durum insan onurunu, hüquq önündə eşitlik və bireysel özgürlük ilkələrinin açıq pozulmasıdır. Ancaq Güney Azərbaycan qadınlarının qarşı-qarşıya olduğu tablo bununla da sınırlı deyil.
Güney Azərbaycan qadınları yalnızca qadın olduqları üçün deyil, eyni zamanda türk kimliyinə sahib olduqları üçün də ayrı-seçkiliyə məruz qalırlar. Başqa bir sözlə, onlar neçə qat haqq pozuntusunu təcrübə etməkdədirlər. Bir yandan cinsiyyətə dayalı ayrımcılıq, digər yandan isə İran dövlətinin o sömürgəçi və assimilyasiya politikaları ilə də qarşı-qarşıyadırlar. İranın digər bölgələrində yaşayan qadınlar da təbii ki, toplumsal cinsiyyət təməlli ayrı-seçkiliyə məruz qalmaqdadırlar. Ancaq Güney Azərbaycanda bu ayrımçılıq milli kimliyi hədəfə alan dövlət politikaları ilə də birləşərək çox daha ağır və sistematik bir nitəlik qazanıbdır. Güney Azərbaycanlı qadın təkcə qadın haqqları üçün mücadilə etmir. Bu qadın eyni zamanda ana dilində eğitim alma haqqını, milli kimliyini, kültürünü və millətinin kollektiv haqlarını qoruma mücadeləsini də verməkdədir. Dolayısıyla Güney Azərbaycan qadınlarının məsələləri yalnızca qadın haqları mücadiləsi deyil, eyni zamanda milli haqlarını, kültürel haqlarını və öz gələcəyini belirləmə haqqını da savunulmasıdır. Bu nədənlə Milli Dövlətçilik Şurası qadın haqları mücadiləsi ilə milli özgürlük mücadeləsini bir-birindən ayrılmaz iki unsur olaraq görməkdədir. Biz Milli Dövlətçilik Şurası olaraq inanırıq ki, qadınlar özgür olmadığı bir toplum gerçək anlamda özgür olamaz. Eyni şəkildə milli iradəsi əlindən alınmış millətin qadınlarının da tam anlamıyla özgür olması mümkün deyildir. Bu nədənlə qadın haqq və özgürlüklərinin qorunması Milli Dövlətçilik Şurası açısından bir sosial politika məsələsi deyil, hüquq üstünlüyünə, demokratik dövlət anlayışına və milli bağımsızlıq mücadiləsinə dayanan təməl bir ilkədir. Və biz qurmağı hədəflədiyimiz bağımsız Güney Azərbaycan Cümhuriyyətində qadın və kişi hüquq önündə tam bərabər haqlara sahib olacaq və dövlət bu bərabərliyin ən güclü güvəncəsi olacaqdır. Çox təşəkkür edirəm. Pınar xanım, təşəkkür edirik açıqlamalarınız üçün. İndi isə sıra 5-ci prinsipdədir. Mən Sayın Əmir bəy Mərdanidən rica edəcəyəm ki, 5-ci prinsipi də Əmir bəy Mərdani üstlənib və onun açıqlamasını gətirsinlər. Buyurun Əmir bəy, sizdən eşidik. Salamlar və sayğılarımı sunuram dünyanın hər bir yerində bizi izləyən soydaşlarımıza. Çox sağ olasınız, hörmətli Cavad bəy, mənə vaxt verdiyiniz üçün. MDŞ-nin dəyərli sədri, hörmətli Pınar xanım başkanlığı ilə gözəl bir təşəbbüs olmuşdur ki, MDŞ-nin prinsipləri millətimizə açıqlansın və bu istiqamətdə fikirlərimizi millətimizlə paylaşaq. Məndən öncəki danışan soydaşlarımız, dəyərli İdarə Heyəti Mərkəzi Komitəsinin üyələri çox gözəlcə açıqladılar ki, MDŞ hansı istiqamətlərə qabağa getmək istəyir, nələri özünə hədəf seçmişdir və nələr istiqamətində də millətimizin uğrunda savaşmaq, aparmaq istəyir. 5-ci maddəyə gəliriksə, bəlkə bir sual yaransın hörmətli soydaşlarımıza. O da bu sual ola bilər ki, əcəba, tam bunların hamısını biz sıraladıq, dedik, başqa qüvvələrlə necə? Azərbaycana aid olmayan başqa qüvvələrlə MDŞ-nin hansı münasibəti olacaqdır? Əcəba onlarla danışıqlar olacaqmı, müzakirələr olacaqmı, işbirliklər olacaqmı? İşbirliklər olursa hansı istiqamətdə olacaqdır, hansı məqamlar diqqətə alınacaqdır? Buradan yola çıxaraq MDŞ 5-ci maddəsində bu məsələyə toxunur. 5-ci maddədə belə yazılır prinsiplərdə ki, MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmi olaraq tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazırdır. Rəsmi müzakirələr gərəyi hər hansı siyasi qurumda Azərbaycan ərazisinin toxunulmazlığını diqqətə alaraq danışıq və müzakirə MDŞ-nin prinsipləri və birgə aldığı qərar əsasında həyata keçiriləcəkdir. Bu məddənin incəliyinə gəliriksə, neçə məsələ tərh olunmuşdur bilərəkdən MDŞ tərəfindən prinsiplərdə diqqətə alınmışdır. Bu ki, Güney Azərbaycan Milli Hərəkatını rəsmi olaraq tanıyır.
Yani dolayısıyla buradan yola çıxaraq millətimizi rəsmi olaraq tanımağı gərəkir. Əgər bir qüvvə istəyir Cüneyd Azərbaycanla müxatəb olunsun. Yəni burada da artıq İranın dediyi saxta Azərilərlə tərəf hesab deyildirlər. Əgər bir qüvvə istəyir MDŞ ilə danışığa keçsin. Burada Azərbaycan türkçəsində danışan Azərbaycan türkləri ilə tərəf hesab olmaqda olmalarını bilməlidir. Burada artıq bizi Ariyadan gələn Kürüşün balaları deyil də, Türk millətinin bir parçası olan Azərbaycan türkləri kimi diqqətə alınır. Dolayısıyla burada bilərəkdən qeydə alınır ki, Güney Azərbaycan Milli Hərəkatını ki, milləti orada təmsil edən bir qüvvədir, bunu rəsmi olaraq tanımalıdırlar. Bizdə milləti Azəri, Mərduman Azəri, Azəri Zəbanha, ya hətta son vaxtlarda türk zəbanlar deyirlər ki, desinlər sizin diliniz türkçəyə çevrilibdir, amma əslində elə İranlısınız, İransısınız, Ariyayısınız. Bunlar da gəlib MDŞ ilə müzakirə etmək mümkün deyildir. Hər bir siyasi qüvvə özünə aid olan düşüncələri ola bilər. Təbii, bu doğal, normaldır. Öz düşüncələri istiqamətində eləyə bilərlər. Cümhuriyyət Azərbaycanda yaşayanlara bir yol xəritəsi çıxsınlar. Bu da özlərinə aiddir, amma gəlib Cümhuriyyət Azərbaycandan danışanda MDŞ ilə tərəf hesab olduqlarına bu milləti rəsmiyyətlə tanımaq. Oradan yola çıxaraq ikinci bölümdə onun istiqamətində yazılır. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Yəni əgər bir qüvvə istəyir Azərbaycanı özünə tərəf hesab bilsin, ərazi bütövlüyünü rəsmiyyətlə tanımalıdır. Cümhuriyyət Azərbaycan bütün Azərbaycanın bir hissəsidir. Bütün Azərbaycan Quzey Azərbaycanın və Güney Azərbaycanın ibarət olaraq bütöv bir parçadır. Güney Azərbaycan İranın bir hissəsi deyildir. Güney Azərbaycanın özünə görə coğrafiyası vardır və əgər bir qüvvə istər MDŞ ilə tərəf hesab olunsun, yaxud Güney Azərbaycanda yaşayan insanlar da danışsın, təbii ki, bəri başdan onların varlıqlarını rəsmiyyətə tanımalıdır. Yəni Güney Azərbaycan bir vahid coğrafiya, Azərbaycan bütün Azərbaycanın böyük vahid coğrafiyasının bir hissəsi kimi diqqətə alınmalıdır. Bizim batı tərəfimizdə olan torpaqlarımızın adını dəyişdirib terrorist qüvvələrə pay verməklə, bizim doğu tərəfimizdə olan Azərbaycanın ərazisinin tikələşdirib, adlarını dəyişdirməklə, onları da Farsistana pay verməklə, bu düşüncə olmaqla gəlib Güney Azərbaycanla müzakirə etmək mümkünsüzdür. Ən azından MDŞ bunları rəsmiyyətə tanımayacaq. Onun ardıca istiqamətində yazılır, milli dövlətçilik hədəfini dəstəkləyir. Burada çox maraqlı bir məqam vardır ki, milli dövlətçilik hədəfini güya dəstəkləyən qüvvələr olur. Azərbaycandan olmayanlar, amma əslində bu dövlətçilik hədəfini tamamilə aradan qaldırmaq istəyirlər. Yəni, inanırlar güya adda dildə ki, Azərbaycanlılar azad yaşamlara haqları vardır, amma öz müqəddəratını təyin etmişlər, haqları yoxdur. Milli Dövlətçilik Şurası bunu diqqətə alır. Əgər birisi istəyir Güney Azərbaycanla tərəf hesab olsun, əgər birisi istəyir Güney Azərbaycanın insanları ilə işbirliyi aparsın, müzakirə etsin və başlar MDŞ də bunlara daxil, yəni Güney Azərbaycanın bir bölümün ən azından təmsil edən bir qüvvə kimi bu altı cızılmalıdır. Güney Azərbaycan yaşayanlar öz müqəddəratını təyin etmək haqqına sahibdirlər. İstədikləri kimi eləyə bilər bu coğrafiyanın taleyi və gələcəyi haqqında qərar versinlər və başqa qüvvələr bu haqqı rəsmiyyətə tanımalıdır. Burada insanlarımızı İrançılığa sürükləyib, İrançılıq adı altında Güney Azərbaycan vazkeçdirmək cəhdləri olursa, təbii ki, MDŞ bunlarla müzakirə, mübahisə, hər bir işbirliyə hazır olmamalıdır. Bizim haqlarımız rəsmiyyətə tanındığı halda bir şey eləyə bilər MDŞ başqa qüvvələrinə və başqa qüvvələr də Güney Azərbaycanla müxatib olsun, işbirliyi və əməkdaşlığa çəksin. Bunun kənarında, bunun qalanında ikinci bölümdə rəsmi müzakirələr gərəyi hər hansı siyasi qurumda, təbii ki, MDŞ buna hazırdır. Millətin azadlığı uğrunda təbii ki, hər bir addım atılmalıdır, hər bir təşəbbüs bulunmalıdır, hər bir qüvvə ilə müzakirə olunmalıdır. Necə ki, yazıldı birinci bölümdə, birinci cümlədə bizim varlıqlarımız rəsmiyyətə tanınmaq şərti ilə. Amma ikincində də bu vurğu yapılır. Rəsmi müzakirə gərəyi hər hansı siyasi qurumda Azərbaycan ərazisinin toxunulmazlığına diqqətə alır. Yəni, əgər Azərbaycan ərazisinin bir bölümünə hər bir adla, hər bir unvanla göz dikilmə vardır. Əgər Azərbaycan ərazisinin bütövlüyünü diqqətə alınmayaraq, Azərbaycan ərazisinin hər bir yeri, hər bir nöqtəsi müzakirə məqsədi ilə ortaya qaldırılır, təbii ki, MDŞ buna dözməz, MDŞ bu istiqamətdə işbirliyi aparmaz və bu qüvvələrlə də müzakirə edilməzdir. İşarə olunduğu kimi, Azərbaycan ərazisi bütövdür. Buranın heç bir nöqtəsi müzakirə yeri deyildir. Bəli, bu ərazinin içində olan bəzi azınlıqlar haqqında ola bilər zamanlar müzakirə olunsun ki, bu azınlıqların haqqı hansı şəraitdə bərpa olunsun ki, Azərbaycanın başqa yerlərində yaşayan çoxunluqların ki, hər bir insan
azad haqqa sahibdir Güney Azərbaycanın ərazisinin içində, amma Güney Azərbaycan ərazisinin heç bir yeri müzakirə məqsədi ilə qaldırıla bilməz, ortaya gəlinməz və belə bir qüvvələrlə MDŞ heç bir zaman müzakirə, işbirliyi mekanizmasını sağlayamayız. Bizim varlıqlarımız işarə olunduğu kimi coğrafiyamız başda olaraq millətimizin adı, taleyi, kimliyi, tarixi və gələcək azad yaşam haqqı, öz müqəddəratını təyin etmək haqqı hamısı rəsmiyyətə tanınıldığı şərtdə MDŞ müzakirəyə hazır. Və sonuc etibarilə axırda da indi bunların hamısını dedik, hansı mekanizmalarla MDŞ bu qərarları, yəni bu müzakirə qərarları alacaqdır? Aya burada təkəlçilik vardır? Aya burada bir şuradır, fərqli fikirlər, düşüncələr yaxındırlar hamısı bir-birinə, amma bəzi ola bilər, bəzi məqamlarda fərqli fikirlərimiz var. Yox, MDŞ tamamilə demokratik bir ortamdır. Necə ki, vurğulandı birinci maddənin səhv etməsəm açıqlamasında. Tamamilə bir demokratik yaranmış bir şuradır və onun üçün də axırda qeydə alınır. Əgər belə bir müzakirə qeydə olunursa, onlar MDŞ-nin prinsipləri və bircə aldığı qərar əsasında həyata keçiriləcəkdir və burada təbii olaraq bir demokratik fəzanda ortamda Güney Azərbaycanımızın, millətimizin azadlığı uğrunda fəaliyyətdə edəcək. Təkrardan təşəkkür edirəm, çox sağ olasınız bu ortamı yaratdığınız üçün. Biz yeni qatılan təşkilatlardan MDŞ-yə və təbii ki, bunun üçün də fərq duyuruq. İnşallah bundan sonra MDŞ bundan öncə də çox gözəl fəaliyyətləri olmuşdur. Bundan sonra da inşallah çox gözəl fəaliyyətləri olacaq və çox yaxın gələcəkdə inşallah bütövlükdə, birlikdə bütün Azərbaycanımızda, Güney Azərbaycan başda olaraq azadlığımızı cəşq edəcək. Çox sağ olasınız, əvvəl verdiyiniz. Çox sağ olun Əmir bəy. Təşəkkür edirəm sizdən dəyərli açıqlamalarınız üçün. Biz də sevinirik və qürur duyuruq ki, sizləri aramızda görürük. Təşəkkür edirəm. İndi isə sıra 6-cı prinsipə gəldi və mən Sayın Balabəy Türkdən rica edirəm ki, bu prinsipin barəsində bizə açıqlamalar gətirsinlər. Buyurun Sayın Balabəy. Təşəkkür edirəm Cavab bəy bizə söz verdiyiniz üçün. İlk öncə Başkanımız Sayın Pınar xanıma təşəkkür edirəm ki, bu fürsəti yaratdı və bu Güney Azərbaycan Dövlətçilik Şurasının yeni nizamnaməsi çərçivəsində, yeni düzənlənmiş nizamnamə çərçivəsində və prinsiplər əsasında millətimizə, uca millətimizə çatdırmaq üçün bizə də Güney Azərbaycan Qurtuluş Partiyası olaraq 6-cı maddədə bizim üzərimizə qoydu və biz də düzdür bu hər bir maddələrin açıqlaması 5 dəqiqəli sığmaz təbii ki, amma bu hər bir maddə çərçivəsində saatlarla danışmaq olar. Saatlarla problemlərdən, gələcəkdən, keçəcəkdən danışmaq olar tariximizdən. Yalnız 5 dəqiqə çalışacağıq, sığışdırıq və bu 6-cı maddədə bizim üzərimizə düşdüyü kimi də sahib dostlarımız üçün də açıyıq. Hörmətli tamaşaçılar, dəyərli izləyicilər, dəyərli şura üzvləri, mənsubları, dəyərli partiya başkanları və dəyərli individual şəxsi dostlarımız. Güney Azərbaycanın bugünkü siyasi və ictimai reallığında Milli Dövlətçilik Şurasının qəbul etdiyi prinsiplər arasında xüsusi önəm daşıyan bir maddə var. Sivil və mədəni mübarizəyə üstünlük verilməsi, lakin özünü müdafiənin bütün məşru yollarını qəbul olunmasıdır. Bu prinsip əslində iki mühüm mesajı özündə birləşdirir. Birincisi, Güney Azərbaycan Milli Hərəkatı zorakılığa deyil, mədəniyyətə, hüquqa və demokratik mübarizə formalarını söykənir. Çünki xalqımızın azadlıq arzusu yalnız sivil yollarla beynəlxalq hüququn tanıdığı çərçivədə legitimlik qazanır. İkinci isə bu hərəkat özünü müdafiə hüququnda da tanıyır. Yəni, hər hansı bir zorakılıq, təzyiq və ya hüquq pozuntusu qarşısında xalqın özünü qoruması beynəlxalq hüququn verdiyi ən təməl haqlardan birisidir. Bugünkü Güney Azərbaycan reallığında biz 3 əsas təzyiq müstəvisini görürük. Təbii ki, o təzyiq yolları, təzyiq baskıları çoxdur, amma ən əsası üçündən ibarətdir və ona bir səda gələcək. Birincisi siyasi yönləmdir. Molla faşist rejimi, diktatura rejiminin milli kimliyin boğma siyasətidir. İkincisi iqtisadi yöndür. Bölgənin sistemli şəkildə geri saxlanılması işsizlik və sosial ədalətsizlikdir. Üçüncü isə məzhəbsel
müstəvisdir. Dini və məzhəbi kimliklərin manipulyasiya yollarıyla milli birliyin parçalanmasına səbəb olmasıdır. Belə bir şəraitdə MDŞ-nin bu prinsipi həm xalqımıza, həm də dünya ictimaiyyətinə açıq bir mesajıdır. Bizim mübarizəmiz sivil, mədəni və hüquqi əsaslara dayanır, lakin xalqımızın özünü qoruma haqqı da toxunulmazdır. Bu nə radikalizm, nə də zorakılıq çağırış deməkdir. Bu sadəcə milli varlığımızı qorumaq üçün beynəlxalq hüququn tanıdığı legitim müdafiə haqqının təsdiqidir. Əslində bu prinsip Güney Azərbaycan Milli Hərəkatının digər radikal və destruktiv cərəyanlardan fərqləndirir. Bu çox önəmlidir. Bizim yolumuz azadlıq, ədalət və milli hökumət devizinə bağlanır və bağlıdır. Bizim mübarizəmiz kitabla, qələmlə, tribunalarda, beynəlxalq təşkilatlarla aparılır. Amma eyni zamanda xalqımızın hüquqlarında yönəlmiş hər hansı bir hücum qarşısında özünün müdafiə haqqı da milli mücadiləmizin ayrılmaz hissəsidir və heç bir quruma, heç bir şəxsə, heç bir təşkilata, heç bir dövlətə açıq deyilik. Bu konuda heç kəsə də güzəştə getməyəcək. Bugün İran adlanan coğrafiyada bütün Türk xalqları, o cümlədən Güney Azərbaycan türkləri, Qaşqay türkləri, Əfşar türkləri, Xorasan türkləri, Xələt türkləri, türkmənlər və sair xalqlarımız həm siyasi, həm iqtisadi, həm də məzhəbsel təzyiqlərə baxmayaraq öz milli kimliyini qorumaq üçün sivil mübarizə yolunu seçmişdir. Bu yol həm beynəlxalq aləmdə legitimlik qazandırır, həm də gələcəkdə qurulacaq demokratik Güney Azərbaycan Türk dövlətinin təməlini möhkəmləndirir. Dəyərli dostlar, əziz izləyicilər, diqqət edək ki, bu maddə çünki tarix göstərir ki, hüququn gücü ilə milli iradə birləşəndə xalqlar gələcəyini özləri yazır, özləri qorurlar və özləri idarə edirlər. Yaşasın Azərbaycan Türk milləti, yaşasın bildiyimiz, yaşasın varlığımız. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun, dəyərli Bala bəy, təşəkkür edirəm sizdən açıqlamalarınız üçün. İndi isə sıra 7-ci maddədədir və mən Sayın Araz Ataxan bəydən rica edəcəyəm ki, 7-ci maddəni bizə geniş olaraq açıqlasınlar. Buyurun, Araz bəy, sizdən eşidirik. Çox sağ olun Sayın Cavad bəy, sizdən təşəkkür edirəm zəhmətləriniz üçün və başda Pinar xanım, dəyərli başqanımız və idarə heyətimizi salamlayıram, burada iştirakçıları salamlayıram və eləcə də bizi televizyondan izləyən həmvətənlərimizi də salamlayıram. Dostlarımızın da, yoldaşlarımızın da buyurduğu kimi bugün biz müasir dövrün mürəkkəb çağırışlarına cavab verən və milli dəyərlərimizi hüquq bəşəri ilə bir yerdə cəmləyən bir önəmli strateji sənədin ətrafında toplaşmışıq. İmzalarımızla qəbul etdiyimiz 8 bəndli prinsiplərimiz bütün bəndlərində olduğu kimi 7-ci bəndə fəqət bir hüquqi maddə deyil, bəlkə tariximizi ayna kimi yansıdan, gələcəyə olan baxışımızın təməl daşı və bugünkü siyasi iradəmizin bir manifestidir. İcazə versəz mən 7-ci maddəni olduğu kimi oxuyum əziz dostlara. 7-ci maddədə gəlir. MDŞ etnik, dini, məzhəbi və sair azınlıqların hüquqlarına hörmətlə yanaşır, bərabər hüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır. Əziz həmvətənlər, əslində bu bəndə baxdığımızda, bu bənd millət olaraq bizim genetik kodlarımızda yerləşən ədalət inancımızdan gəlir, azadlıq şuurumuzdan gəlir. Tarixi cəhətdən biz iradəmizlə əsrlər boyu bu torpaqlarda hökm sürmüşük, dövlətlər qurmuşuq, imperiyalar yola salmışıq və öz ədalətli dövlətçiliyimiz ilə tarixin axarını dəyişdirmişik. Biz Azərbaycanlılar tarix boyu heç vaxt başqasını dini, məzhəbi və etniki mənsubiyyəti ilə ayrı-seçkiliyə məruz qoymamışıq. Tarix şahiddir ki, Şərqin ilk demokratik və ədalətli cümhuriyyətini məhz biz Azərbaycanlılar yaratmışıq. Elə bu cümhuriyyətdə bütün vətəndaşların bərabər hüquqlu olmasını sağlamışıq. İran adlı coğrafiyada
gerçək milli hökumət anlayışını biz qoymuşuq. Və bu hökumətdən müxtəlif dini, etniki qrupların hüquq bərabərliyini biz Azərbaycanlılar həyata keçirmişik. Milli açıdan da baxdığımızda bu bənd bizim milli dəyərlərimizlə tam örtüşür. Bugün bizim milli kimliyimiz, türklüyümüz varlıq mənbəyimizdir. Mübarizə əsaslarımızdan biridir. Bugün biz milli hərəkat olaraq hüviyyətimiz üçün, vətənimiz Güney Azərbaycan üçün və milli dövlətçiliyi üçün mübarizə edirik. Ancaq bizim milliyyətçiliyimiz bölücü bir milliyyətçilik deyil, ırqçı bir milliyyətçilik heç deyil. Bizdə təbiz yoxdur. Bəlkə bizim milliyyətçiliyimiz birləşdirici, yaradıcı, qucaqlayıcı, əhatə edici bir milliyyətçilikdir. Və məqsədimiz də Azərbaycanımızı və türk milli kimliyini qorumaqla yanaşı, Azərbaycanın bütün azınlıqların hüquqlarını qorumağa alan, hüquqi və ədaləti təmin edən qüdrətli Güney Azərbaycan dövlətini qurmaq istəyirik. Çünki hər kəs bilir ki, güclü bir dövlət ədalət üzərində və güclü cəmiyyət üstündə qurulur və yüksəlir. Biz MDŞ olaraq da mübarizəmizin hədəfi budur ki, hər bir Güney Azərbaycan vətəndaşı özünü bu torpağın əsl sahibi kimi hiss etsin, hər bir insanımız qorxudan uzaq, demokrasi, rifah və ədalət içində yaşasın. Biz belə bir cəmiyyət qurmaq istəyirik. Məhz bu səbəbdən də Azərbaycanda doğulan və Azərbaycanın vətən anlayışına sədaqətlə bağlı olan və yəni Azərbaycanı özünə vətən görən hər bir vətəndaşın hüququ, ləyaqəti, rifahı və bütün haqların qorunması bizim üçün sadəcə bir hüquqi və ya əxlaqi məsələ deyil, bəlkə qurulacaq dövlətimizin dirəklərindən və sütunlarından biri sayılır. Biz Azərbaycanın əlvan və rəngarəng mənzərəsini təşkil edən müxtəlif dinləri, məzhəbləri, etnik qruplarını Azərbaycanın milli zənginliyi olaraq görürük. Bizim inancımıza görə bu fərqlilikləri qorumaq, hər kəsin hüququnu təmin etmək, əslində millətimizin rifahını, vətənimizin bütövlüyünü və Azərbaycanımızın demokrat gələcəyini təmin etmək deməkdir. Yəni bir sözlə, bizim inancımız da gələcək Güney Azərbaycanda hər kəs öz etnik kimliyini, dilini, adət-ənənələrini, məzhəbini, dinini, ibadətlərini azad və özgürcə yaşamalıdır. Gələcək Güney Azərbaycanın layiq dövlətini qurduğumuzda kimsə kimsədən üstün olmayacaq. Bütün vətəndaşlar azad, bərabər, eşit hüquqlu olacaqlar. Heç bir şəxs və ya qrup ikinci dərəcəli vətəndaş olmayacaq. Bu prinsiplər üzərində qurmaq istədiyimiz dövlət təkcə Azərbaycanda deyil, bəlkə bölgədə və dünyada sibatın və sülhün lokomotivi olacaq. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun, var olun. Çox sağ olun Araz bəy. Gözəl açıqlamalarınız üçün sizə təşəkkür edirəm. Sıra bizim sonuncu və 8-ci prinsipimizə gəlir. 8-ci maddəmizə gəlir. Mən dəyərli və hörmətli Aslan bəydən rica edəcəyəm ki, bu maddəni bizlə paylaşsın və açıqlamalarını gətirsin. Buyurun Aslan bəy, sizi dinləyirik. Salamlar, sayğılar, əziz dinləyicilər, bizi görənlər və əlbəttə ki, bu Zoom toplantısında olan bütün dostlar, arkadaşlar və mübariz dostlarımız. Özəl salamlarımı da Pinar xanıma ilətirəm. Başqan olaraq və arzu edirəm gələcəkdə bərabər yaxşı və gözəl işlər başaraq bu şurada. 8-ci bənd mənim öhdəmə götürdüyüm bir açıqlama ilə bərabər başlatmaq istəyirəm. Başlıq belədir. İran və İrançılığı hər hansı ad və ya örtü altında olursa olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi və sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır. Məncə çox önəmli bir bəndidir. Çünki burada iki önəmli məfkurə, iki məfkurə ki, hər zaman bir-birinə çatışıbdır və bir-birinin qarşısında durubdur. Onu bu 8-ci və son bənddə biz MDŞ olaraq qəbullanırıq və buna öz beyyətimizi bildiririk. Bu belədir. İran məfkurəsi, İrançılıq və Azərbaycançılıq. Bunlar bir yerdə yerləşə bilərmi? Bir-birinin ərzindədirmi? Bir-birinin yanındadırmı? Yoxsa bir-birinə qarşıdırmı? Tarix bizə bunu göstərib ki, əziz
həmvətənlər, əziz Azərbaycanlılar, Güney Azərbaycanlı, bizi izləyənlər. Tarix bunu hər zaman bizə göstərib ki, İranın və Fars mərkəzli İranın güclülüyü vaxtında Azərbaycan torpaqları, Azərbaycan insanı hər zaman basılıbdır, əzilibdir, haqqı əlindən alınıbdır, insanları təbiidə və sürgünə məruz qoyulubdur, yeraltı və yerüstü qaynaqları talanıbdır, mərkəzə aparılıbdır, təhqir edilibdir, bastırılıbdır və sinsicə ölümlərə və terrorlara məruz qoyulubdur. Bunu biz tarixin müxtəlif ərsələrində, müxtəlif zamanlarında, özəlliklə də son 150 ilin içində neçələr dəfə şahid olmuşuq. Biz şahid olmuşuq ki, Səttarxanı necə məkrlə, hilə ilə və əcəm oyunu ilə Tehrana çəkib və orada şəhid ediblər. Biz şahid olmuşuq Baqirxanı necə şəhid ediblər. O insanlar ki, Təbrizin baş ucalığı üçün, Azərbaycanın baş ucalığı üçün və zülmə qarşı savaşdıqları üçün qəzəbə məruz qalmışdılar. Biz ondan sonra Şeyx Məhəmməd Xiyabanı hərəkatını görürük ki, bu da yenə də İrançılar, yenə də panfarsizm, yenə də faşisti düşüncələr təvəssütü ilə bastırılır, əzrilir və axırda da şəhid edilir. Bu nümunələrdən çox saymaq olar. Pişəvəri hakimiyyətini siz sayın. Ondan sonra 1357-ci il inqilabdan sonra şəriət mədarı hərəkətindən tutun, qala mərasimi, Babək qalası mərasimindən tutun, gəlin bu günə qədər. O qədər çox nümunələr saymaq olar. Bu sadəcə insani boyutlarıdır. Bizim Güney Azərbaycanda yetişən, özün Azərbaycanlı bilən və Azərbaycan torpaqlarına xidmət eləməyə çalışan bütün insanlarımızı ya məhv ediblər, ya təbid ediblər, ya da assimilasyona məruz qoyublar. Bu insani boyutudur. Siz gəlin bunun yeraltı mənbələrini hesablayın. Məgər Güney Azərbaycanda bizim özümüzə yetəcək qədər mədənimiz yoxdur? Məyər bizim qızıl mədənlərimiz yoxdur? Məyər bizim başqa mədənlərimiz, başqa yeraltı qaynaqlarımız yoxdur? O qədər bizim yeraltı və yerüstü sərvətlərimiz var ki, bu Güney Azərbaycanın hamısına yetər də artar. Sadəcə və sadəcə İrançılıq məfkurəsi, İran vətən məfkurəsi bunların hamısını bizdən alır, Urmunu kasıbladır, Ərdəbili kasıbladır, Təbrizlini kasıbladır, Qəzvinlini, Zəncanlını, Bəyaz Zəncanın yarısı Tehranda işləməyə məcbur buraxılmır. Və sonunda da assimilasyona məruz qalırlar, zaman içində farslaşırlar və özlərin İrani və Fars kökənli insanlar kimi qələmə verirlər. Bu çox önəmlidir. Azərbaycan və İran bir-birinin yanında yerləşməyəcək dərəcədə böyük məfkurələrdirlər. İranlılar və Farslar öz yerində dursun, Güney Azərbaycan və Azərbaycan türkləri də öz yerində dursun. Biz bunu düşünürük ki, MDŞ olaraq, bu məfkurələr sülhcü və barışçıl bu düşüncələr, bu iki məfkurə, bu iki fenomen sülhcü və barışçıl yollarla ayrışa bilər. Necə ki, Çek və Slovakiya bu işi getdi və gördülər və ayrışdılar. Necə ki, dünyanın başqa yerlərində biz bunun nümunələrini görürük. Güney Azərbaycanda qurulacaq dövlətin təməllərində isə sekularizm və dünyəvilik mövcuddur. O şey ki, indiki İran rejimində, indiki İran sistemində mümkün görünmür. Biz qurulacaq dövlətimizdə hər hangi bir məzhəbə, hər hangi bir dinə, hər hangi bir etiqada üstünlük verməyəcəyik. Bizim üstünlüyümüz insani şaistəsalarıdır. Bizim üstünlüyümüz, bizim verəcəyimiz dəyər insanların vətənə xidmət elədiyi dərəcələrdir. Onların etiqadatı, məzhəbi, dini və müxtəlif düşüncə tərzləri bizi ilgiləndirməyəcəkdir. Əgər Təbriz, Urmiyə, Ərdəbil, Qəzvin, Zəncan şəhərlərinə, vətənimizə, torpaqlarımıza xidmət göstərəcəksinizsə, buyurun, bu Güney Azərbaycan dövləti sizindir. Burada hər hangi bir şiəçılıq, sünniçilıq, Məsihiyyət, Yəhudiyyət bunların heç biri bizim üçün dəyər daşıyır təbii ki, amma dövlətçiliyimizdə hər hangi bir təsərrüf ola bilməz, eləyə bilmərik bunu. Bunun nümunəsini biz Quzey Azərbaycanda da hal-hazırda şahidik. İnsanların əksəriyyətinin müsəlman və şiə olduqlarına baxmayaraq, hər zaman o birisi dinlərin orada yetişib böyüməsinə imkan yaraldıb dövlət və biz də o xətti tey edəcəyik dünyəvi və sekulər bir Güney Azərbaycan
yaratmaq istəyirik. Uzun sözün qısası, MDŞ belə düşünür, biz belə düşünürük. İran Azərbaycanın ən böyük problemidir. İran hər zaman Azərbaycan məfkurəsinin qabağında dayanıbdır. Torkzəban, İran türkləri, Torkan-ı İran, bunlar uzun zamanda bizim hədəflərimizə xidmət eləmir, bizim qarşımızdadır və biz buna qarşıyıq. Bizim vətənimizin adı Güney Azərbaycandır və biz türklərik, etnik türklərik ki, Güney Azərbaycanda yaşayırıq. Hər kim ki özün türk bilir və Güney Azərbaycanı özünə gələcəkdə vətən seçəcəksə, bizim yanımızda yeri vardır, bizim qardaşımızdır, bizim bacımızdır və mütməyin olun, bu dövlət qurulduqdan sonra sizin və bizim yardımlarımızla və ətrafdakı dövlətlərində möhtəməl yardımları ilə dünyanın ən mürəffəh, ən gözəl və ən qabaqcıl ölkələrindən birinə çevrilə bilər. İranda qalıb şah və ya şeyx düşüncəsi ilə davam etməkdənsə, özümüzə, öz əlimiz, öz başımız yeni bir çağ başladıb, yeni bir çağ başlada bilərik. Yeni bir atımlar ata bilərik məntəqədə. Sözü Məmməd Əmin Rəsulzadənin məşhur sözü ilə, məşhur ibarəti ilə bitirmək istəyirəm. Deyir ki, sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa. Ey şanlı Azərbaycan. Sağ olun. Çox sağ olun, dəyərli Aslan bəy. Təşəkkür edirik. Sizdən də çox gözəl açıqlamalar gətirdiniz. Bununla Güney Azərbaycan Milli Dövlətçilik Şurasının əsas prinsiplərinin sunumu sona çatmış olur. Ancaq bizim bu konferansımızın və bu proqramımızın ikinci hissəsi də vardır və ikinci hissəyə keçmək istəyirəm. Bilirsiniz, milli mübarizəmizin qurumsal köklərindən birisi və demək ki, qurumsal köklərinin güclənməsində əsas önəm daşıyan və əsas rol oynayan bir bölüm də bunun fond məsələsidir. Və biz bunu pərdə arxası buraxmamız mümkünsüz sayılır və mən bu qonunun danışması üçün əslində dəyərli Eldar bəy Qaradağlıdan rica edəcəyəm ki, fondu məsələsi üçün bir açıqlaması vardı və bir görüşləri vardı, görüşləri paylaşsın. O görüşlərdən sonra təkrar yenə danışarıq. Buyurun. Hər vaxtınız xeyir olsun, əziz dostlar, yorulmayasınız. Cavad bəy və başkanımız dəyərli Pinar xanım və eyni zamanda MEDEŞə aid olan təşkilatlar və milli fəallarımız çox sağ olsunlar, çox gözəl açıqlamalar verirlər. MEDEŞənin demək ki 8 maddəlik üzərində aylardır çalışdığımız və eyni zamanda fikir ortaya qoyduğumuz demək fikirlər əsasında bu təbii ki demək ki bir var olan qurumumuzu, qurulunu və şuramızı gücləndirmək üçün bizim hər birimizə bir böyük vəzifə düşmüşdür. Azərbaycan Milli Hərəkatı olaraq bu vəzifəni hər birimiz üzərimizə götürdük və buradan mən Sayın Əhməd bəyə demək ki, başqa əziz dostlarımıza göstərdikləri səmimiyyətdən dolayı təşəkkür edirəm. Və bizim gərgin keçən demək ki, fikir və düşüncə paylaşmalarımızda çox hövsələ ilə, çox təmkinlə və çox dəyərli demək ki, dözümlə bu məsələyə ortaqlıq gətirən hər kəsə buradan təşəkkür edirəm. Bütün təşkilatlarımıza demək Şura başda olmaqla, MEDEŞə başda olmaqla burada üzv olan və bundan sonra üzvlüyə gələn hər kəsə buradan təşəkkürümü bildirirəm. Bu demək ki, mənim bir borcum sayılır. Və buradan salam olsun deyirəm bütün igidlərimizə, qəhrəman igidlərimizə ki, rejimin demək ki, baskıları altında müqavimət göstərirlər, direnç göstərirlər və zindanlarda bu rejimə sinə gərirlər. Millətimizin hayı olurlar, millətimizin demək ki, səsi olurlar, var olsunlar, sağ olsunlar
Buradan salam verirəm bütün Azərbaycan Milli Hərəkatının öncüllərinə, içəridə olan öncüllərimizə və rəhbərlərimizə demək ki, mən də təbii ki, bir məsuliyyət üzərimə aldım və bu məsuliyyət üzərində sizinlə qısa da olmuş olsa paylaşmalarımı demək ki, burada paylaşıram. Fondudan söhbət olundu. Cavad bəy sağ olsunlar. Fondun nə qədər əhəmiyyətli olduğunu ortaya qoydular. Əlbəttə ki, bütün hamımız bu fondun əhəmiyyətini bilirik. Ancaq bunu şəkilləndirmə formasında bir qısa demək ki, bilimsel bir bilgi əsasında soydaşlarımıza çatdırmaq vəzifədir və bu vəzifəni mənim üzərimə qoyduğunuza görə təşəkkür edirəm. Güney Azərbaycan Milli Fondu, milli dayanıqlığın və gələcəyə yatırımın açarı ünvanlı bir demək ki, paylaşımdır. Hörmətli konferansı iştirakçıları, xanımlar və bəylər, tarix isbat etmiş ki, millətlərin taleyi yalnız onların geçmişi ilə deyil, gələcəkləri üçün yaratdıkları elmi, siyasi araşdırıcı və küresel gündəmi izləyən profesyonel institutlarla oluşmuşdur. Azadlıq uğrunda aparılan mübarizələr nə qədər haqlı və nə qədər güclü olsa da, davamlı milli qurumlarla dəstəklənmədiyi təqdirdə zamanın ağır sınaqları qarşısında etkisiz olur. Buna görə də irəliləmiş xalqların yalnız siyasi təşkilatlar deyil, elmi, iqtisadi, sosial, mədəni alanları qapsayan xalq dəstəkli milli fondular, institutlar və toplumsal quruluşlar yaratmışdırlar. Çünki bir dövlətin qurulmasından öncə onun ilkin təməlləri institutlarda atılır. Güney Azərbaycan Milli Hərəkatı 100 ilə yaxın bir dövrdə böyük fədakarlıqlar göstərmiş, ağır bədəllər ödəmiş, bütün baskılara baxmayaraq milli kimliyini, dilini, varlığını qorumağı nisbi olsa da bacarmışdır. Bu mübarizə xalqımızın milli iradəsinin canlı sübutudur. Lakin 21-ci yüzillik bizdən yeni aşamaya geçməyi tələb edir. Artıq yalnız haqlı olmaq yetərli deyil. Artıq yalnız etiraz etmək kifayət etmir. Artıq yalnız dirəniş göstərmək də yetmir. Milli gələcəyimizi planlaşdırmalı, milli imkanlarımızı sistemli şəkildə birləşdirməli və özünün və uzun sürəli milli siyasi və elmi mərkəzlər yaratmalıyıq. Bu düşüncələrdən yola çıxaraq, Güney Azərbaycan Milli Fondu ideyasının müzakirəsini önərdim və önərirəm. Mən burada hər hansı bir siyasi partiyanın, təşkilatın və ya ideoloji cərəyanın fondundan danışmıram. Mən Güney Azərbaycan Milli Hərəkatına aid olacaq milli bir institutdan danışıram. Çünki xalqın fondu yalnız xalqın olmalıdır. Bu fond istiqlalçının, federalçının, muxtarçının, ana dili uğrunda çalışan ziyalıların və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir Güney Azərbaycan türkünün ortaq milli platforması olmalıdır. Fərqli siyasi baxışlar demokratik toplumların təbii gerçəkliyidir. Lakin milli sərvətlər siyasi rəqabətin deyil, milli həmrəyliyin üzərində qurulmalıdır. Məhz buna görə Güney Azərbaycan Milli Fondu siyasi baxımdan müstəqil, maliyyə baxımından şəffaf, idarəçilik baxımından peşəkar və fəaliyyət baxımından ictimai etimada dayanan bir qurum olmalıdır. Belə bir fondun var oluşu sadəcə pul toplamaq deyil. Ən önəmli hədəf milli potansiyeli güclü bir qurum çatısı altında real gücə çevirməkdir. Bu potansiyel isə yalnız maliyyədən ibarət deyil. Bu insan potansiyelidir. Bu elm və bilim potansiyelidir. Bu diaspora potansiyelidir. Bu milli dayanışma və varlıqda ortaqlaşma potansiyelidir. Fondun fəaliyyət istiqamətləri də məhz bu anlayış üzərində qurulmalıdır. Elmi araşdırmaların və milli yüksəliş dəstəkləməsi, gənclərin təhsili və milli kadrların yetişdirilməsi, dilimizin, milli kimliyimizin, kültürümüzün və milli irsimizin qorunması,
uluslararası elmi və hüquqi layihələrin dəstəklənməsi, diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, milli sosial həmrəylik layihələrinin həyata keçirilməsi, milli medialara dəstək alanlarının yaradılması, bütün bunlar gələcək dövlətimizin sosial kapitallarını oluşturacaqdır və oluşturmaq təməlləridir. Belə bir fondun maliyyə modeli də çağdaş dünyanın istəklərinə uyğun olmalıdır. Əlbəttə, gönüllü yardımlar çox önəmlidir. Ancaq uzun sürəli dayanıqlıq yalnız bununla təmin edilə bilməz. Rəqəmsal üyəlik sistemləri, kiçik məbləğli aylıq gönüllü qatqılar, dünyanın çeşitli ölkələrində yaşayan soydaşlarımızın ortaq iqtisadi və toplu gəlir qatqıları, elektron ticarət platformaları və tam qanuni maliyyə mexanizmləri bu fondun davamlı böyüməsinə yol açacaqdır. Sözsüz ki, fondun ən önəmli prinsiplərindən dəyişməz başlıqlar da vardır və onlar bunlardan ibarətdir. Açıqlıq, aydınlıq və şəffaflıq, kollektiv bacarıqlı yönetimə dayanmalı. Gərəkən yerlərdə ümumi qarşı gizlilik kodlarını ilgi yerlərdən açmaq, xalqın milli iradəsinin güclənməsinə yol açmaq. Əziz soydaşlar, milli azadlıq yalnız siyasi məqsəd deyil. Milli azadlıq eyni zamanda iqtisadi düşüncədir. Milli azadlıq təşkilatlanma kültürüdür. Milli azadlıq gələcək nəsillərə qarşı sorumluluqdur. Bugün bizim ən böyük ehtiyacımız yalnız yeni təşkilatlar yaratmaq deyil. Bəlkə var olan qurumların işbirliyini sağlamaqla yanaşı milli dəstək mərkəzlərinin yaranmasıdır. İnanıram ki, Güney Azərbaycan Milli Fondu gələcəkdə xalqımızın ortaq etimad ünvanı, milli gücümüzün rəmzi və gələcəyi planlaşdıran önəmli toplumsal qurumlardan biri olacaqdır. Çünki böyük millətlər yalnız böyük ideallarla deyil, böyük dəstəkçi qurumlarla tarix yazırlar. Unutmayaq ki, millətini, vətənini sevən, onun uğrunda can verən milyonlar gənc olsa belə, ona yön verən, onu ağır dalğalara qarşı qoruyan, nəcib arzularını istiqlala və milli dövlətçiliyə daşıyan fonksiyoner milli fondular və dərindən millətinin gələcəyini düşünən milli təşkilatlardır. Gəlin birlikdə bu kutsal yolun qapılarını açaq. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olasınız, var olasınız. Çox sağ olun Eldar bəy dəyərli açıqlamalar üçün. Bilirəm ki, başqa dostların da bu məsələ haqqında çoxlu sözləri olacaqdır və bilirəm də ki, bu bir proqramda sığan bir mövzuda deyil. Ancaq mən Sayın Əhməd bəydən rica edəcəyəm, söz haqqı istəyiblər və Sayın Əhməd bəyin də danışığı vardı bu konuda. Əhməd bəy, buyurun, sizdən də eşidək. Mən bir daha bütün dostlara, buradakı şura üzvlərinə salam deyim. Təşəkkür edeyim ki, hər kəs öz növbəsində 8 prinsipin bir millətimizə yenidən aydın olması üçün yaxşı bilgilər verdilər. Eyni zamanda Eldar bəydən təşəkkür edeyim ki, Milli Fondun yaranması üçün yaxşı söhbət elədi. Biz Milli Şurada və ya Milli Dövlətçilik Şurasında, mən qısa olaraq Milli Şura deyirəm, 3 ilə yaxındır ki, ara sıra çoxlu söhbətlər aparmışıq və nəhayət bugünə gəlib çatmışıq. Fondun yaranması asan bir iş deyil. Gördüyünüz kimi Eldar bəy də ona biraz işarə elədi. Bu hər tərəfli, daha geniş qapsamlı bir fond olmalıdır. Bunun üçün də tələm-tələsik bir iş görməyə biz qərar vermədik. Bugün yenidən bu
fond məsələsini gündəliyə gətiririk və bundan sonra inşallah bu fondun yaranması üçün yeni bir kurum kimi, yeni bir təşkilat kimi, yeni bir necə deyim, hətta təşkilatdan daha güclü bir mərkəzin yaranması üçün ciddi addımlar atmalıyıq. Fikirlər danışılıb, söhbətlər olunub, yenə də olunacaq, mən demirəm qutarıb. Amma artıq yavaş-yavaş bu fondun yaranması üçün onun biz o yaranması doğrunda icraî addımlara doğru getməliyik. Yəni fond necə yaranacaq, harda yaranacaq, kimlər onun başında oturacaq, kimlər onun necə deyim, məsləhət şurasında olacaq, kimlər onun idarə heyəti üzvü olacaq, kim onun müvəqqəti də olsa başkanı olacaq və s. Yəni bu tipli dünyada yaranmış böyük fondlar kimi biz də belə bir fond nəzərə alırıq. Bizim nəzərə aldığımız fond aylıq $20 üzviyyət haqqı ilə yaranan bir fond deyil. Ondan daha üstündür. O bir təşkilata lazım ola bilər. Amma bundan daha üstün, hər tərəfli böyük fondlar necə fonda məbləğ yığa bilirlərsə, biz də eyni elə düşünürük. Və ona güc də var, imkan da vardı. Yetər ki, kadrlarımız olsun, yetər ki, onu millətimizin yanında etibarlı eləyən şəxsiyyətlərimiz fondun idarə heyəti üzvündə və ya üzvlüyündə və ya ki, məsləhət şurasının üzvlüyündə olsunlar. Bununla biz inanırıq ki, işlərimiz daha yaxşı qabağa gedəcək. Xülasə deyim ki, bu fondun yaranması yalnız bizim şuranın üzvlərin əli ilə deyil, eyni zamanda bundan daha geniş etibarlı dediyim şəxsiyyətlərin də iştirakı ilə bir iş görülməlidir. Və bu imkanı vardı, inşallah da olacaq. Mənim arzum budur ki, bu çox yubanmadan, gec olmadan tez olsun. Teşekkür edirəm. Çox sağ olun, hörmətli Əhməd bəy. Açıqlamalarınız üçün tam doğrudur. Fond çox gərəklidir, mən də belə düşünürəm. Bugün bizə elə yediyimiz yemək qədər, içdiyimiz su qədər, aldığımız nəfəs qədər bizim bugün mübarizəmizdə gərəkli olan qonulardan birisidir. Ancaq o fondu ki, gerçəkdən eləyə bilək, güclü vəziyyətdə yola salaq və güclü vəziyyətdə də eləyə bilək milli hərəkətimizə bir dəstək olsun. Yəni bu vəziyyətdə çox gözəl bir addımlar atılacağından mən əminəm və bilirəm ki, buradakı dostlar da biz dəfələr danışmışıq bu məsələni, bunu yenə mübahisə edəcək, bunun necə formalaşdırılması konusunda müzakirələr aparacaq və bunu da yaxın zamanlarda yenə də bilirəm ki, millətimizə sunacaq. Çünki bizim heç bir şeyimiz millətimizdən gizli tutmamışıq və tutmayacaq bundan sonra da. Proqramı bitirmək istəyirəm son danışıqlarla, dostlar onu ilavə edərlər axıra. Çox təşəkkür edirik hörmətli Eldar bəydən, Əhməd bəydən son açıqlamaları üçün fonda görə. Beləliklə bugünkü konferansımızın və proqramımızın sonuna gəlmiş bulunuruq. Bugün Milli Dövlətçilik Şurasının 8 prinsipi, 8 maddəli prinsipini biz millətimizə və Azərbaycan sevərlərə sunmuş oluruq. Eyni zamanda fondun haqqında da qısa bir tanıtım və qısa bir bilgi olaraq da olmuş olsa biz bu proqramda yaydıq. Sağ olsunlar dostlar. Ümid edirik ki, bugünkü görüş həm milli düşüncəmizin güclənməsi, həm də təşkilatlanma prosesimizin güclənməsində öz töhfəsini buraxacaqdır və buraxmış olubdur. Öz növbəmdə bu konferansda iştirak edən, gözəl açıqlamalarıyla
prinsipləri izah edən Mərkəzi Şura uzvlarına təşəkkür edirəm. Bizim görünməyən arxada dostlarımız vardı. Texniki dəstəyi təmin etdilər bu gün bizim üçün. Onlardan özəlliklə təşəkkürümü mən bildirirəm, sağ olsunlar. Və başda olmaqla bütün soydaşlarımız və Azərbaycan Türk millətindən bizim bütün çalışmalarımız onlar üçündür. Bizim bu apardığımız mübarizə millətimizin haqqı və hüququnu əldə etmək üçündür. Azərbaycan Türk milləti üçündür. Onların da bizi izlədikləri üçün, bizə dəyər verdikləri üçün sayğılarımı və sevgilərimi sunuram. Bizimlə yol bir olduğunuz üçün təşəkkür edirik. Sağ olun və salamat yaşayın. Təşəkkürlər.